Salam, bugün sizler için Napolyon xəmirindən kətə hazırlayacağım. Bizim için lazım olanlar 5 stəkan un, 500 qram kərə yağı. Kərə yağını sürtgəçdən keçiririk. Unla ovxaladıktan sonra tam hala gəlir. İçərisinə 1 stəkan soyuq su, sirkə, yumurta, qabartma tozu, vanilin əlavə edib gözəl, yumuşaq, yağlı xəmir əldə edirik. Xəmiri əldə etdikdən sonra bir gün soyuducuda saxlayırıq. Keçid edirik içliyin hazırlanmasına. Bunun üçün bizə lazım olan 2 stəkan şəkər tozu, 1 stəkan un, 250 qram kərə yağı, 1 paket vanilin. Xəmirimizi bir gün soyuducuda gözlətdikdən sonra 2 hissəyə bölüb açırıq. İçliyi əlavə edib göstərdiyim şəkildə rulon halına gətiririk. İncə-incə kəsib listlərə düzürük. Üzərinə yumurtanın sarısını çəkib 180 dərəcəlik sobada yarım saat üzəri qızarana dək bişiririk. Hər kəsə xoş izləmələr. Videomu bəyənməyi, səhifəmə abunə olmağı unutmayın.